Fitness'e veya idmana yeni başlamısan, fərqi yoxdur. Ancaq ilk dəfə idman zalına gedirsənsə və ya idman zalına daha getməmisənsə, bu səhvləri etməyini istəmirəm. Bu gün idman zalı haqqında bilinən və edilən yanlışlar videosunun ikinci seriyasını çəkirik. Xatırlayırsansa, köhnə izləyicilərimizdənsənsə, birinci seriyanı 3-4 ay öncə kanalda çəkmişdik. Çox yoğun istək üzərinə ikinci seriyanı da çəkmək qərarını aldım. Kanalıma xoş gəldin. İlk olaraq bundan başlamaq istəyirəm. Heç nə yeməyərək arıqlama cəhdi edən yoldaşlar. Bunlardan biraz ehtiyatlı olun. Və özünüzün də mən əminəm ki, bir müəyyən müddət boyunca düşünmüsünüz ki, əgər heç nə yeməsəm, yəqin ki, arıqlaya bilərəm. Halbuki işlər heç də elə olmur. Əgər müəyyən qədər fitnesslə məşğulsansa, məsələn bu müddət 2-3 ay çəkibsə, əminəm ki, müəyyən qədər əzələ kütləsinə sahibsən. Ancaq yağ oranın da bir o qədər yüksəkdir. Sən heç bir şey yeməyərək çəki vermək istəyirsənsə və məcbur olacaqsan həm yağından, həm də əzələndən itirmiş olacaqsan. Beləliklə 2 aylıq əziyyətin heç nə olub gedəcək. Onun yerinə bir diyet proqramına qoşula bilər, bir diyetoloq yanına yazıla bilər. Bilmirsənsə YouTube-da açıb diyet videolarını izləyə bilərsən və ya mənim kilo vermə taktikaları ilə adlı idman və sağlamlıq kursuna bu playlistə yüklədiyim videoları da izləyə bilərsən. Əminəm ki, sənə faydası toxunacaq. Bu səhvi də çox görürəm. İlk 2-3 ayda supplementə hücum eləmək, hətta bəziləri var supplementsiz idmana başlamaq istəmirlər. Yeni başlamısansa, supplementin nə olduğunu bilmirsənsə, protein, kreatin, BCAA kimi qida əlavələridir. Bunları idmandan öncə və ya idmandan sonra müəyyən miqdarda içirlər və bu əzələlərdə daha çox proteinin yığılmasına, yəni yediyimiz qidaların daha çox əzələyə getməsinə kömək edir. Məsələn, 12 aya yığa biləcəyin fiziyi yığırsan 8 aya, bu sənə bunda kömək edir. Ancaq sən fitnessə daha yeni başlamısan, sənin genetikinin limitləri nədir, sən bunu bilmədən cəld bir şəkildə supplementə hücum edirsən və bu da istər-istəməz, məsələn, tutaq ki, 3 ay məşq edəcəksən. Heç özündən əmin deyilsən ki, 12 ay məşq edəcəm. Gedib supplementə girişirsən, 1-2 ay məşq edirsən, supplementin də kənarda qalır, idmana da yazılmırsan. Ancaq supplementi 6-7 ay sonra və əgər davam etdirəcəksənsə, məsələn, yarışa çıxmağa hazırlaşırsansa, supplementdən də istifadə edə bilərsən. Düzdür, mən daha istifadə etmirəm, ancaq əminəm ki, 3-4 ay ərzində yəqin mən də supplementə keçərəm. Kardiosuz edilən məşq. Məşq zalına girdin, daha yeni girmisən, bəlkə də ilk həftəndir və ya ilk ayındır. Kardiosuz dumbbellların yanına qaçırsan və başlayırsan ağırlıq işləmək. Sonra da evdə gəlib şikayətlənirsən ki, mənim bədənim niyə ağrıyır? Niyə mi ağrıyır? Çünki sən bədənini isidmədən məşq eləməyə başlamısan. Bu da böyük səhvlərdən biri idi. Hətta mən ilk günümdə xatırlayıram, kardiosuz məşq etdiyimə görə 3 gün boyunca bədənim ağrıdı və idmana gedə bilmədim. Kardio, məsələn, qaçış aparatları, məncə əminəm ki, idman zalına gedirsənsə, orada əminəm ki, qaçış aparatları var. Onlardan istifadə edə bilərsən və ya velosiped olan aparatlardan istifadə edə bilərsən. Əgər bunların heç biri yoxdursa, küçədə 15-30 dəqiqə, məsələn, idman zalına 30 dəqiqəlik məsafədə yerləşirsən, ora tempolu, sürətli yeriyiş edə bilərsən və 2-5'lik dumbbelllarla biləklərini, qollarını isidə bilərsən ki, ağırlıqlara girişdikdə daha çox yük düşməsin və əzələlərin ağrımasın. Əlbəttə, əzələ ağrıması lazımlı bir şeydir. Əzələ zədələnə böyüyür. Ancaq bəzən həddindən artıq zədələnmə sağalmaz yaralara da çevrilə bilər. Biceps böyükdür, triceps anlayışı. Bəzi dostlarımız gedib sadəcə biceps işləyirlər və sonra da deyirlər ki, mənim qollarım niyə böyümür? Sənə deyim, çünki sən triceps əzələni heç işləmirsən. Triceps qolun təqribən 60-70%-ni təşkil edir. Sən bu əzələyi işləmək yerinə gedib ancaq biceps işləyirsən. Demirəm biceps işləmə. Biceps işlədikdə 2 qat da triceps işlə. Necə deyim, bəzi insanlar var ki, məsələn, short bisepsə sahibdir. Yəni mənim kimi qısa bisepsləri var. Bəziləri də long bisepsə sahibdir. Və qısa bisepslərdə, məsələn, bisepsin qısa olması biraz dezavantaj olsa da, həmin insanlarda triceps güclü inkişaf edir. Məsələn, mənim tricepsim həddən artıq bisepsimə nəzərən güclü inkişaf edib. Ona görə daha çox triceps idmanına üstünlük verirəm. Triceps idmanı deməyəcəm, əminəm ki, internetdə doludur, istədiyin yerdə gedib tapa bilərsən. Ancaq bundan sonra da əgər məşqə gedirsənsə və qollarının böyüməməyinə şikayətlisənsə, triceps idmanını da səndən tövsiyə edirəm. Mütləq ki, get, triceps idmanını da et. Əminəm ki, 1-2 aya nəticəni görəcəksən. Bəli, tükənişə getmədən yorulana yaxın buraxmaq. Bəzi yoldaşlarımız var, məsələn, 5 kiloluq dumbbell'la biceps curl eləyirsən. Elədin, 15 təkrar, elədin, buraxdın. Dedin ki, mən 15 təkrar eləyəcəm. 15 təkrar elədin, ancaq hiss edirsən ki, nəsə yorğunluq yoxdur. Və sən bunda yorulmadan buraxırsan.
inan ki, əzələn sənin necə təkrar edib edə bilməyəcəyini bilmir. Məsələn, sən götürüb 45 kilo biceps curl-lə 3 təkrar da eləyə bilərsən, 5 kilo ilə 150 təkrar da eləyə bilərsən. Əzələ ona düşən yükę baxır. Yəni yük nə qədər çox olmalıdır, nə qədər tükənişə gedirsənsə, onlara diqqət yetirməlisən. Yəni necə deyim, əzələlərini sonuna qədər parçalamalısan ki, inkişaf və böyümə də daha sürətli və o qədər olsun. Bu da mənim etdiyim səhvlərdən biri idi. 15-20 təkrar edirdim tükənişə getmədən, amma daha sonra tükəniş məşqlərində nə qədər təsiri olduğunu gördüm. Və deyə bilərsən, Meyraz, bəzi məşqlər var, orada tükəniş etmək olmaz. Düz deyirsən, bəzi məşqlər var. Məsələn, squat var, squat press var, bench press var. Bunlar ümumiyyətlə təhlükəli məşqlər olduğuna görə və bunu partnersiz etməkdə bir o qədər zərərdir. Məsələn, bench pressdə 15 təkrar etmirsən. Məsələn, 70 kilo ilə 15 təkrar etdin. 16-cı təkrar getmirsə sən benchi buraxmalısan. Çünki əgər bunu qaldıra bilməsən, sənin qabırğana düşəcək və ondan sonra isə müalicələr, əməliyyatlar demədən oradan çıxa bilməyəcəksən. Həm də bu sənin sağlığına biraz da zərərli ola bilər. Ona görə də məsələn, müəyyən qədər məşqlər var ki, orada tükənişə getmədən də onları buraxa bilərsən. Digəri isə fitnesi qısa bir hədəf kimi görmək. Fitness onlar üçün 1-2 aylıq yay tətilinin boyunca gediləcək bir şeydir. Sanki 1-3 ay ərzində Ronnie Coleman və ya Arnold Schwarzenegger olacaqlarını düşünürlər. Halbuki biz bu yolda 1 ilə yaxındır, 1 ildən çoxdur əziyyətimizi qoymuşuq, amma biz hələ də onlara çata bilməmişik. Əlbəttə çata bilməliyik, ancaq çatmayacaq deyə də bir şey deyə bilmərəm. Və gəlirlər deyirlər ki, mən 3 ay getdim, 2 ay getdim, belə oldu falan filan və artistlik eləyirlər və bununla da insan istər-istəməz biraz pis olur ki, kaş ki mən də idman zalına gedərdim. Mən elə tanışlarım var ki, idman zalına getmədən də çox gözəl fiziklərə sahibdirlər. Özləri evdə məşq eləyirlər, tək idman zalına getməklə deyil, əgər bacarırsansa, əgər şəraitin varsa, evdə də özünə bir kiçik bir trenajör düzəldib məşq edə bilərsən. Deyirsən ki, məsələn, mənim dumbbellım yoxdur. Atandan xahiş elə və ya özün bacarırsansa, sement alıb betonla dumbbelllar düzəldə bilər. İnternetdən 50 və ya 60 manat aralığında olan bir trenajör turniki ala bilərsən. Məsələn, məndə bir turnik var, üçlü olduğuna görə həm qanatlara işləmək olur, həm kürəyə işləmək olur, həm bisepsə işləyir, həm də dips ata bilirsən. Çox gözəl bir turnikdir. Bənzər turniklər var, reklamını da verməyəcəm, onlardan istifadə edə bilərsən. Digəri isə artıq çəkili olub özünü əzələli zənn edənlər. Dostum, sən artıq çəkilisən, ola bilər. Bir şey demirəm. Mən də artıq çəkili olmuşam. Ancaq özünü əzələli zənn etməyin səni arxaya aparacaq bir şeydir. Sən artıq çəkilisən deyə əzələli insanlardan güclü olduğunu zənn etmə. Ay yox, mən artıq çəkiliyəm, mən belə vurduğuma aşıdaram, mən belə dağıdaram, idman zalı boş şeydir. Deməyi səni bir yerə gətirməyəcək. Biz səni 3-5 il sonra görəcəyik. Sən heç narahat olma. Ancaq məsələn, bəzi insanlar var, arıqdırlar və məşqə başlayırlar, çox gözəl bir nəticə də əldə edirlər. Burada məqsədimiz kök insanları lağa qoymağa deyil. Əvvəla mən də kök olmuşam, hətta 90 kiloya çatmışam. Əminəm ki, 15 yaşında 90 kilo bir oğlan uşağı görmək çətin bir vəziyyət olar. Ancaq neynədim? İradəmi göstərdim, dişimi sıxdım və 70-lərə, 75-lərə qədər düşə bildim. Hətta rekordum 68 kilo idi bu yay. Ondan sonra da biraz balk dönəminə girdik deyə indi 73-74 kilo civarlarındayam. Yəni dediyim kimi, köksənsə buna bir şey demirəm. Arıqlamaq kimi bir məqsədin varsa, həqiqətən halal olsun. Video kurslar da var, əminəm ki, onları da izləmisən. Və get, yəni idman zalına get, kök çəkisiz, fərq etməz yəni. Getməyini tövsiyə edirəm. Biri də var, məşqdən əvvəl full yemək yeyib idmana getmək və məşqdən əvvəl yemək yeməyib idmana getmək. Məşqdən əvvəl full yemək yeyib idmana gedəndə heç o dumbbellı belə yerindən götürməyə insanın həvəsi olmur. Yemək yeməyib gedəndə isə o son setin təkrarları insana sanki cəhənnəm əzabı kimi hiss elətdirir. Bunlar üçün mən də biraz çarə axtarırdım. Mən də təzə-təzə başlamışam. Neynəmək olar? Məsələn, belə reklam olmasın. Şəkərsiz bir yoğurt alırsan, içinə qarağat tökə bilərsən, böğürtən tökə bilərsən, gilə meyvə tökə bilərsən. Ondan biraz yeyirsən, 100 qram, 200 qram və ya 1-2 yoğurt yeyə bilərsən. Gedirsən məşqə. Bu səni həm tox tutar, həm də kömək eləyər. Hətta o qısa 2-3 manatlıq protein barlardan alıb da yeyə bilərsən. Bəli, bu günlük bu qədər idi. İdman zalı haqqında bilinən və edilən yanlışların ikinci seriyasını çəkdik. Əminəm faydalı bir video oldu. Bəzi məqamlar oldu ki, vurğulamadım. O məqamları da şərhlər qismində qeyd edə bilərsən. Müəyyən sualın varsa bizə verə bilərsən. Bizə verməkdən çəkinmə. Yorumların hamısını oxuyacağam. Kanala dəstək olmaq məqsədinə abunə ola bilər. Bu videoyu da bəyənə bilərsən. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.